Tələbin müəyyən edilməsi, demand estimation dediyimiz məsələ. Satışları artırmaq üçün əvvəlcə kim alacaq, daha sonra isə nə qədər alacaq, onu bilməlisən. Və bunu ölçməyin yolu olduğunu desəm, təbii ki, bu mümkündür. Əksər şirkətlər isə və yaxud əksər rəhbərlər məhsul istehsalına və yaxud reklam büdcəsinə qərar verərkən sadəcə təxmin və intuisiyasına güvənir. Deyir ki, keçən il belə olmuşdu, məncə belə olacaq, indiki vəziyyət buna aparır, kimi təxminlər yürütməyə başlayır ki, bunlar hamısı subyektiv fikirlərdir. Amma real bazarda qazanmaq üçün tək sual bazarın həqiqi tələbi nə qədərdir? Və bunun yolu isə demand estimation dediyimiz araşdırma növü və yaxud tələbin ölçülməsi qaydası ilə müəyyən etmək olar. Bazarda məhsul və yaxud xidməti olan faktiki potensialı tələbi ölçmək, hesablamaq prosesi asandır və bunun bir üslubu var. Bu sadəcə insanlar bunu alırmı sualını deyil, həm də nə qədər, nə zaman, hansı qiymət aralığında və hansı tezlikdə alacaq suallarının cavablarının tapılmasıdır. Burada yenə biz 3 qaynağa müraciət edirik. Birinci satış və bazar məlumatlarıdır ki, bazarda olan istehlak davranışlarına baxırıq və istehlak həcmini ölçürük. Bundan sonra istehlakçı sorğuları ilə, davranış dataları ilə biz başa düşürük ki, müştərinin niyyəti, ödəmə qabiliyyəti, ödəmə tezliyi və yanaşması nədir? Xarici faktorlar, yəni üçüncü qaynağımız iqtisadi dəyişikliklər, rəqib addımları, mövsümi təsirlər və bunun kimi başqa faktorların təhlil olunmasıdır. Düzgün tələbin hesablanması şirkətə çox şey qazandıra bilər ki, bunlardan birincisi büdcənin səmərəli istifadəsi, qiymət strategiyasının optimallaşdırılması, stok, istehsal, ixal kimi və satışın planlanması kimi faktorların düzgün atılması və bunların nəticəsində bizi və yaxud şirkəti riskdən uzaqlaşdırmaq. Səhv tələb hesablamaq isə təbii ki, təhlükə yaradacaq və burada bizi əsas 2 təhlükə gözləyir. İstehsal və itirilmiş satış və yaxud lazımsız artıq ixal olunmuş məhsul, stokun çoxalması, əlimizdə qalan çoxlu məhsullar və milyonlarla məsrəf. Amma marketinq rəhbəri və yaxud marketinq meneceri və yaxud marketinq mütəxəssisi necə satımdan əvvəl nə qədər tələb var sualının cavabını tapsa, bazardakı tələbi düzgün ölçsə və onun əsasında satışa və yaxud satın almaya doğru sorğu versə, bazarın ölçüsünü doğru müəyyən etmiş olsa və biz qaranlıqda qaçmaq əvəzinə yolumuza işıq tutmuş ola bilərik. Ona görə bu kimi araşdırmalarla siz öz riskinizi azalda bilərsiniz və daha az ziyanla daha böyük qazançlar əldə edə bilərsiniz. Ona görə bu kimi texnikaları öyrənmək istəyirsinizsə, sizi Peşəkar Marketinq Akademiyasında gözləyirəm. Qeydiyyat davam edir.